İzləyicilər, hal-hazırda Qəhrəmanlar diyarı Biləsuvarımızın Bəydilli kəndindəyik. Bugün Biləsuvarın ilk şəhidlərindən olan, qəhrəmanlıq göstərən, vətənin dar günündə, silahın olmayan vaxtlarında sinələrin qarşıya verən qəhrəmanlardan da biri Mikailov Rüfət qardaşımızın bugün mövlud gündür. Hətta Bəydilli kəndi məktəbi də Rüfət qardaşımızın adını daşıyır. İstərdik ki, bugün mövludda burada şəhid ataları var. Şəhidlərimizin bacısı da burada iştirak etdiyi üçün elə sözü ilk şəhid atalarından verək. Qərbəli kişi, bugün sən 44 gün vətən müharibəsində övladı vətən uğrunda qurban verən kişilərdən biri sənsən. Bugün də yenə təki vətən sağ olsun deyən qəhrəman atalardan da birisiniz. İstərdim ki, bir qəhrəman atası kimi bugünkü mövludda öz ürəyinizdən gələn sözlərlə işləyək. Buyur. Bismillahirrahmanirrahim. Allah bütün şəhidlərimizi rəhmət eləsin. İmam Hüseyndən ayrı salmasın. Qazilərimizə kömək olsun. Mövlud günlərindən mübarək olsun. Çox sağ ol, var ol. Cəlal əmi, buyur. Biz də bütün şəhidlərimizə Allahdan rəhmət diliyirik. Şəhid qardaşımız Mikailov Rüfət yaxınlarına başsağlığı verdik. Onlar bizim qan yaddaşımızdır. Onlar cənnət mələkləridir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Təşəkkür. Buyur. Allah sizdən də razı olsun ki, bugün görüntülü çəksiniz bu işi. Tarixin yaddaşlarına salırsınız. Mən də bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun. Onların davamçıları bugün də var. Onların yolunu döyüşməyə hazırlanan gənclərimiz var. Şu Allah bu məktəbdə yetişir. Yaxında onların da adlı sanlı gənclərin şəxsindən tanış olacaqlar. İnşallah, inşallah. Buyur. Allah şəhidimizi rəhmət eləsin, yeri zənnət büyüşdürsün. Çox sağ ol, buyur qardaş. Şəhid Rüfət Mikailovun simasında olan bütün şəhidlərimizə Allahdan rəhmət diliyirik. Şəhidimiz Rüfət Mikailovun mövlüdü mübarək olsun. Çox sağ ol, var ol. Allah kömək. Bəhruz mənim, bu günləri Yaxınlar bacısından götürürlər. dəyərli bacılarımız qarşısında baş əyirik, əllərinizdən öpərək. Bugün sizin qardaşınız bizim qardaşımızdır. Vətəni üçün canından keçən qəhrəmanların hər zaman anaları anamız olub, bacıları bacımız olub. Bugün də sizlərin qarşısında baş əyirik. İstərdik ki, qardaşımızın mövludunda bir bacı olaraq sizlərdən də söz götürək. Mən əvvəla hamınıza təşəkkür edirəm. Yəni biz bura gələn kimi hamınız yığıldınız bizim başımıza. Yəni həm dərdimizə şərik olursunuz. Biz üçün burada şəkilləri asılan şəhidlərin hamısı bizim qardaşımızdır. Mənim qardaşım bu kənddə ilk şəhid olmuş olsa belə, yəni sonra onun işini davam etdirən bu uşaqlar bir başqa cür mənim könlümü, qəlbimi yandırır. Nəysə, dövlətimizə də təşəkkür edirəm. Yəni uşaqların adını əbədiləşdirir. Heç olmasa ən azından bizi kimi anaların, bacıların biraz ürəyi toxlayır. Nədəsə, yəni dövlətimiz nədəsə bizə hansısa təskinliyi verməkdə davam edir. Amma mən arzu edirəm ki, müharibələr davam eləməsin, yer üzündə müharibə olmasın, sülh olsun, uşaqlar ağlamasın, analar, bacılar bu cür yanmasın, gənclər, cavanlar məhv olmasın. Dünyamızda sülh olsun. Mən hal-hazırda onu arzulayıram. Dünyamızda sülh olsun. Təşəkkür edirəm hamınıza. Çox sağ olun. Çox sağ ol bacı, var olasan. Buyur. Bugün qardaşımın doğum günüdür. Çox sağ olun, var olun hamı. Yəni, yad eləməyə gəlir. Çox sağ olsun, var olsun. Mən qardaşımla qürur duyuram. Sağ olun. Təşəkkür, var. Buyur. Mən də Rüfətin xalasıyam. Bugünkü gündə bura gələnlərin hamısına, xala kimi hamısına təşəkkür eləyirəm. Bugünkü günü bizim də borcumuzdur. Rüfətin timsalında bütün şəhidləri Allah rəhmət eləsin. Çox sağ ol, təşəkkür, var ol. Paytaxtdan da qonaqlarımız var, şəhidin yaxınlarıdır dedilər. İstərdik ki, paytaxtdan gələn qardaşlardan da bir iki kəlmə söz götürək. Buyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Onların əbədi bizim torpaqlarda qoyduğu izlər bizim və gələcək övladlarımızın qəlbində, izlərində, düşüncələrində daim olacaq və yaşayacaqlar. Allah növbəti zamanlarımız üçün müharibələr qismət eləməsin. Amma buna baxmayaraq bu və bunların timsalını